Değerli abituriyentlər, sınaq 4-ün davamına başlayaq. Demək, cümlədə işlənmiş təsdiqlənməyən feillə bağlı səhvləri müəyyən et. Səhvləri istəyir bizdən. Sənə deyilmiş sözlərdən özün üçün həmişəli bir nəticə çıxart. Burada feil demək, məhsul növdə olan bizdən feil, daha doğrusu təsdiqlənməyən feillə bağlı səhvi istəyir bizdən. Burada da daha doğrusu təsdiqlənməyən feil deyilmiş sözdür. Yəni feili sifətdir. Demək, səhv istəyir. Həm məhsul, həm də qayıdış növdə düşünülə bilər. Məsələn, söz deyildi. Bu ancaq məhsulda düşünülə bilər də. Qayıdışda bunu verə bilmirik ki, düzdür? Bir yanlış olur. Sonra keçmiş zamanda işlənib. Daha doğrusu feili sifət təsdiqlənməyən feildir. Təsdiqlənməyən feil zamana görə dəyişmir. Sadəcə məzmununda keçmiş zaman anlayışı ola bilər. Ona görə 2 də yanlışdır. 1, 2 dənə cavabımız da var. Tərkibində feildən feil düzəldən şəkilçi deməkdən deyilmək. Biz bilirik ki, bu feildən feil düzəldən şəkilçilərdə daha çox 4 variantlı qapalı saytlar iştirak edir. L üstü 4 də bu şərti ödəyir. 3-ə baxırıq. Bunu dedik, 3 doğru idi. 3-ləri cavablardan çıxanda onsuz ehtiyac olunur bizə. Müstəqil cümlə üzvüdür. Təyin rolundadır. Təhlil edə bilərik. Sənə deyilmiş sözlərdən özün üçün nə et? Nəticə çıxart. Nədən? Sözlərdən. Hansı sözlərdən sənə deyilmiş? Axı bu tərkibin daxilindədir. Yəni feili sifət tərkibinin və ya feili birləşmənin əsas tərəfində işlənir. Demək, müstəqil cümlə üzvü olmadı. Cavab olur D variantı. Qrammatik şəkilçi amonim şəkilçidir. Mış feili sifət də var, mış zaman şəkilçisi də var. Bəli. Həm feil, həm sifət feili sifətin bu xüsusiyyətidir ki, 6 da doğrudur. Davam edək 7-ci sualla. Vasitəsiz nitqli cümləyə uyğun gələn sxem hansıdır? Durğu işarəsi buraxılıb. 7-yə baxaq. İndi o ürəyində oxuyurdu. Demək, birinci müəllif sözü gəlib. Qoşa nöqtə. Nələr gəldi, nələr getdi bu dünyadan deyirdi. Dırnaq açırıq. Nələr gəldi? Vergül. Doğrudurmu? Nələr getdi? Demək, bizə deyir ki, vasitəsiz nitqli cümləyə uyğun gələn sxemi biz müəyyənləşdirir. Nələr gəldi, nələr getdi bu dünyadan. Biz burada neyini? Dırnağı bağlayırıq. Sonra müəllif sözü gəlib. Vergül tiri və deyək ki, nöqtə qoyuruq. Demək, uyğunluğa baxırıq. Müəllif sözü qoşa nöqtə, dırnaq açılıb, vasitəsizlik dırnaq içərisindədir. Dırnağı bağladıq. Dırnaq daxilində da başqa durğu işarəsi yoxdur. Ardınca vergül və tiri və müəllif sözü ilə 7 cavabımız A variantı olur. 8-ə baxaq. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən et. Bu dünyada ən çətin iş insanın özünü tanımasıdır. İkinci cümləmiz, o isti payız günü 100 yaşlı tut ağacı da, o isti payız günü 100 yaşlı tut ağacı da tək tənha idi. Bu cümlələr üçün ortaq cəhət yaxud olan hansıdır, ortaq cəhət olmayan hansıdır. Yəni, bu keçən ildimin son qəbul imtahanında bu tip suallardan istifadə olunub və bu topluda son qəbula uyğun hazırlanıb. Baxırıq indi. 8-də. İsimlər müxtəlif hallardadır və quruluşca sadədir. Dünyada, baxırıq, yerlik haldadır, insanın, iş adlıq haldadır, insanın yiyəlik haldadır. Düzdür? İkinciyə baxırıq. Payız günü, yiyəlik adlıq, yiyəlik adlıq. Düzdürmü? Demək, isimlər müxtəlif hallardadır və quruluşca sadədir. Bu da, yəni hər iki cümlə üçün ortaq cəhət olaraq neynir? Şərti ödəmiş olur. Mən neysə yaddan çıxartmadım yəqin ki. Burada nəsə yaddan çıxmadı. 2-yə baxaq. Köməkçi nitq hissələrindən yalnız ədat işlənib. Ən birincisində var. Bu ikincisində də köməkçidən yalnız bağlayıcını görə bilirik. Düzdürmü? Bu ikinci fikir birinci cümləyə aiddir. Ədat deyirsə birinci aiddir. Bu fərqli cəhət oldu. Cümlədə həm adi dərəcədə olan sadə sifət, həm də sifəti əvəzdən əvəzi işlənir. Baxırıq. Adi dərəcəli sadə sifət
olsun tək tənha. Düzdür? Ya da yaşlı. Sifəti əvəzinə əvəzlikdə odur. Amma birinci nümunədə sadə sifət, adi dərəcəli sifət yoxdur. Çünki burada ən çətin çoxaltma dərəcəli sifətdir də, düzdürmü? Bu da fərqli cəhətə gedir. 4-ə baxırıq. Ortaq cəhət deyil hissəsinə baxırıq. Deyir ki, baş üzvlərdən biri ismi birləşmə ilə ifadə olunur. Aha, ismi birləşmə ilə ifadə olunur. Demək, tək tənha idi. Nə idi? Tək tənha idi. Nə? Nə? Tut ağacı. Burada baş üzvlərdən biri ismi birləşmə ilə ifadə olunur. Birinci cümləyə baxıram. Bu dünyada ən çətin iş nədir? İnsanın özünü tanımasıdır. Yenə baş üzvlərdən biri ismi birləşmə ilə ifadə olunur. Bu əslində kəsişmədə olmalı idi. 4. İşarə əvəzliyinin təyin rolunda olduğu cümlədə müxtəlif nitq hissələrinə aid mənsubə şəkilçili sözlər işlənir. İşarə əvəzliyinin təyin rolunda olduğu cümlədə müxtəlif nitq hissələrinə aid mənsubiyyət şəkilçili sözlər işlənir. Məsələn, bura baxaq da, müxtəlif nitq hissələrinə aid mənsubə şəkilçili söz. Maraqlıdır. Bax, insanın özünü tanıması. Özünü əvəzlikdir, mənsubə şəkilçisi var. Tanımaq feildir, mənsubə şəkilçisi qəbul edib. Müxtəlif nitq hissələrinə mənsubə şəkilçisi söz oldu. Və bu cümlədə də həm də işarə əvəzinin təyin rolunda olduğu cümlə. Bu dünyada ən çətin iş nə oldu? İnsanın özünü tanıması oldu. Nə iş? Necə iş? Çətin iş. Harada? Dünyada. Hansı dünyada bu? Fikir verirsiniz. Təyin də işarə əvəzliyi də təyin rolunda çıxış eləmiş oldu. Cavabımız bir də 5-dir. 6-ya baxırıq. Sifətin quruluşca hər üç növünə aid nümunə var. İsti, sadə, yaşlı, düzəltmə, bir də tək tənhadır, mürəkkəb. Bu 6 əslində fərqli cəhətə getməli idi. Cavabımız E variantı olur. Davam edirik. 9-cu sualla davam edək. Cədvələ əsasən uyğun fikirləri müəyyən et. Əlavə cümlənin baş üzvünə aiddir, əlavə cümlənin ikinci dərəcəli üzvünə aiddir. Baxaq. Bir dəqiqə. Testimizin müəyyən hissəsi bu yandadır, bu tərəfdədir. Bir dəqiqə. Aha. Demək. Əlavə cümlənin baş üzvünə aiddir. Ad günündə qardaşıma gözəl bir hədiyyə, qol saatı aldım. Aldım. Nəyi aldım? Hədiyyəni, yəni qol saatını. Burada baş üzvə yox, ikinci dərəcəli üzvə aiddir. Sonra bu bir çıxsın. Yolumuz ölkənin bizdən baş üzvün əlavəsini istəyir. Ölkənin mədəniyyət paytaxtına, Qarabağın baş tacı olan Şuşayadır. Yolumuz haradır? Ölkənin mədəniyyət paytaxtınadır. Qarabağın baş tacı olan Şuşayadır. Demək, burada xəbərin əlavəsi işləndi. Baş üzv. 2. Oğlum, igid balam, babalarımızın bizə əmanəti olan vətənimizi qorumaq ən ümdə vacib borcumuzdur. Burada xitabın əlavəsi var. Buna aldanmırıq. İkinci dərəcəli üzvlərə baxırıq. Ora, o gördüyün meyvə bağları babamgilindir. Kimindir? Babamgilindir. Nə? Ya hara? Ora gördüyün meyvə bağı. Bu mübtədanın əlavəsi işlənib. 4-ü götürə bilmirik. Göndərərəm sovqatını, sənin də öz payını. Göndərərəm nəyi? Göndərərəm. Nə edərəm? Göndərərəm. Nəyi göndərərəm? Sovqatını, yəni sənin payını. Bura tamamlığın əlavəsidir. 5. Bəxtiyar Vahabzadə İstiqlal poemasını ölkəmiz müstəqillik əldə etdikdən sonra 1999-cu ildə yazmışdır. Yazıb nə vaxt, nə zaman? Kim yazıb Bəxtiyar Vahab? Nəyi? İstiqlal poemasını nə vaxt? Ölkəmiz müstəqillik əldə edəndən sonra 1999-cu ildə. Burada zaman zərfliyinin əlavəsidir. Yəni ikinci dərəcəli üzv. Cavab da 2, 5, 6 olur. Bu bizim neçənci sualımız oldu? 9-cu sualdır, səhv eləmirəmsə. Bəli. D variantı olacaq. Bir də bu suala baxaq. Bağlayıcı sözlə bağlanan tabili mürəkkəb cümləni müəyyənləşdirək. Burada da bağlayıcı sözlə bağlanan deyir. O zaman ki, özümüz olduq öz dustağımız, qəlbimizə sığındı üç rəngli bayrağımız. Bağlayıcı sözlə bağlanan tabili mürəkkəb cümlə 10-cu sualda da cavabımız B variantı olacaq.